Vaxtınız xeyirli olsun. Bugün bilirsiniz ki, Azərbaycan dili dövlət dili imtahanı üzrə uşaqlar imtahan veriblər və həmin imtahanın mətn suallarını və qrammatika suallarını sizə izah edəcəyəm. Deməli, birinci sualımız nədir? Mətn sualına baxaq. Dünya toxum anbarı. Nüvə müharibəsi, qlobal istiləşmə, dünyanın su altında qalma təhlükəsi və s. təbii fəlakətlər bəşəriyyəti narahat edir. Yerdə həyatın davam etməsi üçün müxtəlif tədbirlər görülüb. Bunlardan biri də Norveçdə yaradılmış taxıl anbarıdır. Dünya toxum anbarı bioloji müxtəlifliyi qorumaq və ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə yaradılıb. Düşünülür ki, əgər bir gün dünyanın sonu olarsa, anbar Nuhun gəmisi rolunu oynaya bilər. Dünya toxum anbarı Norveçin şimalındakı qayalıqda buzluqların arasında 120 metr dərinliklərdə yerləşir. Bu anbarda 4,5 milyona yaxın hər növ meyvə, tərəvəz, taxıl, toxumu nümunələri saxlama mümkündür. Onun 1 metr qalınlığında dəmir beton divarları var. Bura girmək üçün kilitləri olan 5 qapıdan keçmək lazımdır. Təhlükəsizliyi hər tərəfli təmin olunmuş anbar zəlzələyə, hətta nüvə bombalarına belə davam gətirə bilər. Anbar müasir avadanlıqlara təchiz edilmiş və bu da toxumların düzgün temperaturda saxlanmasına şərait yaradır. Toxumların çürüməsinin qarşısını alır və nadir toxum növləri qoruyur. İlk dəfə toxumları anbara Afrika ölkələri gətirib. Bundan sonra da Kolumbiya, Efiopiya və Hindistan, Meksika, Peru, Suriya və başqa ölkələr də layihəyə qoşulurlar. Dünyanın müxtəlif dövlət fondları tərəfindən hər il anbarın büdcəsinə 125-150 min dollar pul köçürülür. Bundan əlavə bir sıra dünya xeyriyyətçiləri də bu anbarın digər xərclərini yardım edirlər. Göründüyü kimi, dünya toxum anbarı gələcək nəslə ərzaq təhlükəsizliyini təmin olunmasında, əkin üçün yararlı və nadir toxumların qorunub saxlanmasında mühüm rol oynayır. Mətni yazmaqla müəllifin əsas məqsədi nədir? Anbarda toxumların düzgün temperaturda saxlanmasını texnologiyanı izah etmək, dünya toxum anbarı haqqında məlumat vermək və əhəmiyyətini göstərmək. Bəli, birinci cavabımız elə B variantıdır, şagirdimizin də yazdığı kimi. İkinci sualımıza baxırıq. Deyir ki, mətndə altından xətt çəkilmiş söz hansı cümlədə eyni mənada işlənmişdir? Mətndə altından xətt çəkilmiş söz axtarırıq uşaqlar. Gəlin baxaq görək, mətndə altından xətt çəkilmiş söz hansıdır? Bir dəqiqə burada tapaq. Hardan tapacağım bunu necə düşürdə aşağı indi biz ki? Allaha da xoş getsin, bəndiyədir. Altından xətt çəkilmiş söz hansıdır? Baxaq burada. Yerdə sözü, yerdə həyatın davam etməsi üçün müxtəlif tədbirlər görülür. Nə deyir? Mətndə altından xətt çəkilmiş söz hansı cümlədə eyni mənadadır? Yer Günəş sisteminin həyat olan yer yeganə planetidir. Onlar 1000 illər öncə yerləri özlərinə vətən eləmişdilər. Buradakı yer, oradakı planet mənasındadır. Planet mənasındadır. Burada da planet mənasındadır. Bəli. Yer burada məsafə, yaşayış yer, ərazi mənasındadır. Planet mənasında deyil. Əkin yeri burada da yenə ərazi mənasındadır. O ağır çantanı yerə qoydu. Yəni burada da ərazi mənasındadır, planet mənasında deyil. Kəşf etdiyi yeri, yəni ərazi mənasındadır. Yer mənasında deyil. Amma birinci cümlədə planet mənasında deyə doğru cavabımız olur B variantı. Aha. İndi gəlin qalxaq növbəti suala. Deyir ki, dünya toxum anbarı təhlükəsizliyi üçün görülən tədbirlərə aid deyil. Müxtəlif ölkələrin alimləri dünya toxum anbarında elmi tədqiqatlar aparıblar. Toxumların çürüməsi üçün anbarda müasir texnologiya bəli istifadə olunub, təchiz olunub. 1 metr qalınlığında divar anbarı qoruyur və fəlakətlərdən atom bombasından qoruya bilir. Bəli, burada göstərilir ki, toxum anbarları 1 metr, 120 metr dərinlikdə yerləşir və 4,5 milyona yaxın növ meyvə tərəvəz burada yerləşdirilir. Onun 1 metr qalınlığında divarları, burada girmək üçün divarları var və dəmir beton divarlar təhlükəsizliyi təmin edir, zəlzələyə, hətta nüvə bombalarına belə davam gətirə bilir. Ona görə də C variantı da doğrudur. Anbar qayanın içində
təbii olaraq müdafiə olunur. Baxaq bunların bir də Norveçdə dünya toxum anbarı qorumaq üçün ərzaqda Nuhun gəmisi rolunda oynaya bilər. Dünya toxum anbarı Norveçin şimalındakı qayalıqlarda aralarında 120 metr dərinlikdə yerləşir. Bəli, anbar qayalıqlarda var. Ambara daxil olmaq üçün kilitləri olan 5 qapıdan keçmək lazımdır. Bəli, ambar müxtəlif ölkə dünya toxum ambarında müxtəlif ölkələrin alimləri dünya toxum ambarında elmi tədqiqatlar aparırlar. Bu ambarın təhlükəsizliyi ilə bağlı bir deyək ki, cümlə deyil, fikir deyil. Bu sadəcə olaraq ambarın içindəki toxumların mühafizəsi və müdafiəsi qorunması ilə bağlı olan bir fikirdir. 26. Mətndə hansı sual cavab yoxdur? Dünya toxum ambarı harada yerləşir? Var, Norveçdə. Yer planeti üçün hansı təhlükələr gözlənilir? Zəlzələ və müharibələr. Dünya toxum ambarı kim tərəfindən yaradılıb? Hansı ölkələr dünya toxum ambarına yollayıblar? Afrika, burada harada var? Yazır. Peru, Suriya, Kolumbiya, Efiopiya, Meksika, Hindistan. Dünya toxum ambarı hansı məqsədlə yaradılıb? Gələcəkdə baş vermiş təbii fəlakətlərdən sonra dünyada yenidən qurmada və insanların ehtiyaclarını qarşılamaq. Amma dünya toxum ambarını kimin qəbul elədiyi yoxdur. Ona görə də doğru cavab elə 26 C variantdır. Mətndə tütkar hərfləri vermiş hansı sözün mənası səhv göstərib? Avadanlıq, avadanlıq qurğu. Aha, doğru. Sonra nadir sifətdir, nadir. Haradadır burada? Nadir, az tapılan. Aha, doğru. Çürüməsin, xarab olmamaq, aha, xarab olmaq. Xeyriyyətçi, milyonçu, mühüm əhəmiyyətli. Bəli, mühüm əhəmiyyətlidir. Xeyriyyətçi milyonçu deyil. Xeyir iş görən. Xeyir iş görən şəxs deməkdir. Ona görə də xeyriyyətçi burada milyonçu deyil. Cavab C variantıdır. 28. Əfsanəyə görə Nuh Peyğəmbər böyük tufan baş verərkən gəmisinə hər canlı növündən bir cüt götürüb bəşəriyyəti xilas edir. Fikri mətnin nömrələnmiş hansı hissəsinə aid eləmək olar? Gəlin baxaq. İkinci hissəsinə baxaq. Şu an yazıb ikinci hissə. Nuhun gəmisi rolundadır. Bəli, Nuhun gəmisi rolundadır. Niyə Nuhun gəmisi rolunda olduğunu izah etmək üçün ikinci cümləyə bunu artıra bilərik. Əfsanəyə görə Nuh Peyğəmbər böyük tufan baş verəndə gəmidə hər canlı növündən bir cüt götürüb bəşəriyyəti xilas edir. Bu da eyni şəkildə dünyada toxum ambarda Norveçdə gələcəkdə baş verəcək bəşəriyyət fəlakətlərindən sonra yenidən dünyanın yenidən qurması üçün, canlanması üçün istifadəyə ehtiyac olan bir ambar kimi olur. Bəli, bu Nuhun gəmisini xatırladır. Doğru cavab. Növbəti sualımıza baxırıq. deyir, mətnin tərkib hissələri ilə bağlı uyğunluq. Giriş hissə, əsas hissə, giriş hissə. Burada. Deməli, bir sözlə dünya toxum ambarının yaradılması bəşəriyyətin gələcəyi üçün atılan mühüm addımdır. Bu nəticə hissəyə aiddir. Bəli. Ambar milyonlarla toxum nümunəsi saxlamaq üçün geniş əraziyə malikdir. Yəqin ki, bu belədir. Ambarda geniş əraziyə malikdir. Əsas hissə olmaz. Bəli, əsas hissəyə aid olacaq. Bu getdi. Dünya toxum ambarı planetin bioloji müxtəlif təbəqələrini qorumaq məqsədilə güdür. Bəli, bu da eyni şəkildə aid olacaq C-yə. Dünyanın bir sıra ölkələri, layihələri dəstəkləyir. Bəli, bu da bura aiddir. Çünki orada əsas hissədədir. Təbii fəlakətlərin ağır nəticələrin qarşısını almaq üçün hər zaman müxtəlif yollar axtarılır. Bəli, bu da E variantına aid. 1E, 2B, C, D, 3A. Elə bir cavab varmı? Var. Bəli, D variantı doğru cavabdır. İndi növbəti sual mətninə baxarıq. Növbəti mətin.